Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerinizi qəbul etsin, oruç namazlarınız qəbul olsun. Bugün də değerli ustadlarla birlikte sizin xidmətinizdəyik. İnşallah Həzrəti Əlinin şəxsiyyəti barəsində danışarıq. Hacı, selamun aleyküm və rahmetullah. Hoş gördük. Aleyküm salam ve rahmetullah. Allah kabul eləsin ibadət itaatlərimizi inşallah. Möminlərin duaların, istəklərin Allah inşallah bizi həqiqi oruç tutanlardan qərar versin. Aleyküm. Selamun aleyküm. Selamun aleyküm. Hoş gördük. Ben de hacının dualarına şərikəm ləbbeyk deyirəm, amin deyirəm. Həzrəti Əmirül Müminin əleyhissalamın şəhadəti zərbətlənməsi münasibəti ilə də təsliyyət deyirəm, başsağlığı verirəm. Allah Teala o böyük İmamın ziyarətini, ahirətdə şəfaətini hamımıza nəsib eləsin. Amin inşallah. Onun vilayətində sabit qədəm olmağı bizlərə nəsib eləsin inşallah. Əmirül Müminin əleyhissalamın şəxsiyyəti həqiqətən o qədər geniş və əhatəlidir və dəqiq araşdırılmalıdır ki, insan o şəxsiyyəti sadə oxumaqla keçə bilmir, üstündən keçə bilmir. Və bu şəxsiyyət Allahın nurunu özündə daşıyır. Bu şəxsiyyət bütün peyğəmbərlərin gətirdiyi dəyərləri özündə birləşdirir. Sanki bütün peyğəmbərlərin gətirdiyi dəyərlər, təlimlər hamısı Həzrəti Əlinin vücudunda birləşmişdi, cəm olmuşdu. Belə bir şəxsiyyəti araşdırarkən təbii ki, o qədər elmli, o qədər əhatəli bir elmə, biliyə malik olmalısan ki, onu dəqiq, düzgün dəyərləndirə biləsən. Məsələn, Məhəmməd Təyyib kimi bir şəxsiyyət Nəhcül Bəlağanın şərhində o söhbətləri açır ki, yəni Həzrəti Əli kimdir? Orada buyurur ki, bu şəxsiyyət bütün peyğəmbərlərin risalətini, bütün peyğəmbərlərin dəvətini özündə birləşdirib. Və bu şəxsiyyəti araşdırarkən də məhz bu prizmadan yanaşmaq lazımdır ki, yəni bu sadə bir şəxsiyyət deyil. Bu şəxsiyyət araşdırıldıqda orada həm Həzrəti Muhammed sallallahu aleyhi ve sellem, həm Həzrəti İsa var, həm Həzrəti Musa var, həm Həzrəti İbrahim var, həm Həzrəti Nuh var və bütün peyğəmbərlər Həzrəti Əlidə təcəllə edib. Həzrəti Əlidə onların xüsusiyyətlərinin hamısı Həzrəti Əli özündə birləşdirib. Məhz kamil insan və o mükəmməl şəxsiyyət nəzəriyyəsi ki var, o termini ki var, biz dini mətnlərdə görürük. Məhz Həzrəti Əlinin simasında o özünü büruzə verir. Və belə bir şəxs barəsində biz nə qədər danışsaq yenə də azdır. Gərək dəqiq və onun şəxsiyyətini çox incəliklə araşdıraq ki, Həzrəti Əlinin kimliyi ortaya çıxsın. Yoxsa sadə şəkildə elə bir kəlmə oxumaqla, bir hədis oxumaqla onun üstündən keçmək olmur. Və ona görə də neçə əsrlər keçməsinə baxmayaraq Həzrəti Əli hələ də araşdırılır, Həzrəti Əli hələ də oxunur, onun təlimləri, onun mesajları, onun Nəhcül Bəlağəsinə həmişə şərhlər yazılır, bundan sonra da yazılacaq. Hacı, istəyirəm Həzrəti Əli barəsində sizi dinləyək. Buyurun, xahiş edirəm. Bismillahirrahmanirrahim. Allah Taala'nın salavat salamı olsun Peyğəmbər və Əhl-i Beytinə və möminlərə. Allah bizi Əli əleyhissalamın həqiqi dostlarından qərar versin. Orası düzdür acı ki, həqiqətən bəzi şəxsiyyətlər əl çatmazdır və onları hətta biz araşdırsa o da gedib bir məqama, yəni uca bir yerə çox çıxa bilməyəcək də. Çünki Əli əleyhissalam özü deyir, Allah Teala bizi bu surətə, bu formaya saldı ki, siz bizdən istifadə edə biləsiniz. Ancaq biz belə, məsələn, məsumların kəlamında, ənbiyanın kəlamından, Allah Teala'nın kəlamından, bəzi şəxsiyyətlərin o və ma ədrakanın ardıyla deyilən o izahlardan nəfərsə ələ gətirə bilirik. Məsələn, deyir,
və ma ədrakə ma leylətul qədr. Sonra 2-3 dənə kəlmə ilə izah edir onu. Bu şəxsiyyətlər də o cürədir. Və siz ki, işarə elədiniz, zaman gələcək. Zaman gələcək, bunlar zaman lazımdır. Həqiqətən zaman lazımdır ki, bunlar izah olunsunlar. Niyə? Çünki Həzrəti Rəsulullahın Quran barəsində bir sözü var və biz də bilirik ki, imamlar və başda da əleyhissalam olmaq da natiq-i Qurandır bunlar. Yaxşı. Və natiq-i Qurandır və inni tarikun fikumuz səqəliyim var ki, 2 dənə bərabər bir şey, ağır, qiymətli bir şey qoyuram. Heç vaxt bir-birindən ayrılmayacaq. Və bunun bu çəkilmə, bu ölçmək, bu tərəziyə qoymalar çoxdur. Məsələn, Həzrəti Rəsulullahın sözündə Quranla Əhl-i Beyt, Quranla Əhl-i Beyt, lən məftərqə hətta yarıda ələyyəl hoz, 5də hoz Kosərin yanında, mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqlar. Və bununla da belə bir nəticəyə gəlmə olur ki, o sözlər ki, Quranın barəsində deyilib, onlar imamətin də barəsində sidq eləyir. O, Quranın barəsində deyilən sözlərdən biri Həzrəti Rəsulullahdan ki, sallallahu aleyhi və səlləm, Əl-Quranı yüfəssiruhu zamandır. Quranın nə qədər müfəssirləri olsa, təfsirçiləri olsa, biri də zamandır. Gərək zaman gəlsin, nə olsun? Onun həqiqətləri üzə çıxsın. Məsələn, Quran bir vaxt yerin fırlanmasından ya cazibə qanunundan, filanından danışanda heç kim məsələn o mövzuda bir söz demirdi. Da gəldi elm o səviyyə çatdı, o vəziyyətə çatdı. Ya Rum surəsində o yerin aşağılığı barəsində söz deyəndə onda heç nə yerin dəniz səviyyəsindən ölçüsü bilən heç ümumiyyətlə o mövzu yox idi. O məsələn elm gəlib o yerə çıxandan sonra onlar açıldı ki, və buna da Quran işarə edilmiş. Və o cümlədən də Quranın başqa məsələləri ki, gərək zaman gələ keçsin. Məsum imamlar da bunun kimidir. Gərək zamanlar keçsin, onlar təfsir olunsun, onlar izah olunsun, onlar dərk olunsun, onlar başa düşülsün. Hətta bizim 12-ci imamımızın qeybətinin uzanma səbəblərindən də biri məhsudur. Allah 124 min peyğəmbəri ardıcıl göndərdi, zaman keçdikcə biz görsək, bu peyğəmbərlərin be'səti suudidir, üzü yuxarı gedir. Məsələn, elə bir peyğəmbər olmayıb, gəlib özündən qabaqçı peyğəmbərin dinin elə o saxlasın. Gələn ucaldır, yüksəldir, gələn yüksəldir. Yəni, üzü yuxarı gedib bu risalət, üzü yuxarı gedib, kamilləşə, gəlib çıxıb Qədir-Xumda deyilib ki, Əl-yevm əkməltu ləkum dinəkum. Büyün kamilləşdi. Gör, Həzrəti Adəmdən baxışlayanda hardan başlamışdı? Gör, indi hara gəlib. Üzü yuxarı gəlib, getdikcə. Yaxşı və insanların şuuruna görə o cür olub, dərkinə görə o cür olub. İnsanlar yetişib. Həm mənəvi baxımdan insanlar yetişib, həm əxlaqi baxımdan insanlar yetişib. Həm belə deyək ki, belə deyək də, məsələn, fiziki baxımdan deyənləri üçün ki, o vaxtki çox gücləri olur. Allah Quran deyir, kanu əşəddu minkum qüvvətən. Onlar sizdə ekskavator dağları evə çevirirdilər. Bəli. Amma bu mənəvi baxımından idi. Yoxsa elə Allah axırıncı Quranı, yəni Quranı axırıncı o dağdan ev deşənlərə, düzəldənlərə göndərərdi. O fiziki mövzu deyildi. O mənəvi, əxlaqi mövzular idi. İnsanlar şuurlarda əqli təfəkkürü gəlib o yerə çatmalı idi. Və ona görə gəlir, onda o yerə çatır ki, neynir? Deyir, büyün dini kamilləşdirdim və nemətdə tamamladım. İndi bunun müəllimləri də o vaxta qədər gəlir və oradan da üzü yuxarı, suudi gedir. Gəlir İmam Zamana çatanda bəli. İmam Zamanı şəhid eləmək istəyirlər. İmam Zamana qulaq asan yox idi. İmam Zamanın əleyhinə o qədər təbliğatlar olmuşdu. Siz baxın, dünya bəzi hallarda o qədər kiçilir. Seyyid üzr istəyirəm, biraz uzun deyəcək, danışacağım. Onu başdan deyimə. Dünya bəzən o qədər kiçilir, o qədər cıxızlaşır, o qədər öz dəyərin, keyfiyyətini, vicdanını itirir. Bütün dünya imperiyası gəlir bir dənə 5 yaşlı uşağın üstündə gecə gündüz yatmır. Hətta anasının hamilə olmağın güdürlər.
haçan dünyaya gələcək neyinirlər? Məsələn, keçmiş dövrlərdə də olmuşdu. Yüzəbhun əbnayəkum və Musa əleyhissalam dövründə qabilələrə, mamalara göstəriş verilmişdi ki, hansı qadın uşaq, oğlan uşağı dünyaya gətirsə öldürürlər. Öldürün, hə. Bir şey Quranda ayəsində. Yüzəbhun əbnayəkum və yəstəhyun. Bu böyük bir bəla idi siz üçün Allah. Və həmin məsələ gəlir İmam Zamanın da barəsində olur və hətta onun evinə imamın ki, gəliş-gediş qoyurlar, güdükçü qoyurlar ki, belə bir şey baş versə, sonra da indi Allahın hökmüdür də, Allahın o məqsədi həyata keçir. Və nəhayət gəlirlər, o 5 yaşında uşağı öldürmək, bütün imperiya tökülür ki, o 5 yaşında, bu qədər məsələn, insanlar emmişdilər, 5 yaşında uşaq. İndi görürsən, məsələn, dünyanın hər yerində bir adi avtomobil hadisəsi baş verir. Məsələn, içində ata ölüb, ana ölüb, əmi ölüb, dayı ölüb. Bir dənə də məsələn 3 yaşında uşaq ölüb məsələn. Onların hamısı bir tərəfə qalıb, o uşağı xüsusi vurğulayırlar. Ki, bu uşaqdır. Məsələn, bu da faciə daha çox. Və həmin dünyanın uşaqları qoruyaq. Uşaqları qoruyaq şüarı ilə imperiya düşmüşdü. Bir dənə 5 yaşında uşağın üstünə ki, onu da Allah deyək ki, götürdük, apardı qeybə. Bu bizim əqidəmizdir də. Dəlilimiz də var. Biz də zor demirik ki. Buna bizim dəlilimiz var, məntiqimiz var. İnşallah gələcəkdə görəcəklər. Allah bugün yaşayanların hamısına o qədər ömür versin. Qəbul eləyəndən, eləməyən, müsəlman, qeyri-müsəlman, hamısı görsün ki, onu da təsdiq edəcəklər ki, doğrudan biz düz deyirmişik. Yaxşı. İndi bunun yubanma səbəbləri müxtəlif ola bilər. Biri Allahın hikmətidir. Amma Allah ki, bizə düşünməyi əmr eləyib, biz düşünülməliyik, başa düşməliyik. Niyə? Niyəsindən də biri insanların o şuurunun hələ o dərəcədə onu tanımamasıdır. O dərəcəyə çatmamasıdır. Ondan düzgün istifadə eləyə bilməməsidir. Ona görə də Qur'anı yüfəssirü zaman əl-əimmətu ya əl-imamətu yuərrifuhu zaman. Belə bir söz deyə bilərik bunun barəsində. Zaman özü tanıtdırmalıdır. Zaman özü gəlib o dərəcəyə çatmalıdır. Bu bir mövzudur. Ondan əlavə bir dənə mövzu ki, siz işarə elədiniz Peyğəmbərlər mövzusuna, Əli əleyhissalamın mövzusuna. Baxın, İmam Hüseyin əleyhissalamın kəlamlarının içərisində eşitdiyimiz məşhur olan xütbələrdən biri Mədinə və ta Kərbəlaya qədər olan xütbələrin birində İmam Hüseyin əleyhissalamın o sözlərinin içərisində 2 dənə söz var. Özü sizin o dediyiniz məsələyə və bizim danışmaq istədiyimiz məsələyə və Əli əleyhissalam şəxsiyyətinin böyüklüyünə orada işarə var. Onun biri budur ki, deyir, Nəhnu əhl-i beytun nübüvvə. Demir biz Nəhnu əhl-i beyti Rəsulullah, Nəbi məsələn, Muhammed sallallahu aleyhi və səlləm. Demir biz Peyğəmbərin, babam Peyğəmbərin əhl-i beytidir. Nəhnu əhl-i beytun nübüvvə. Biz nübüvvətin əhl-i beytiyik. Peyğəmbərliyin. Hətta məsələn 124 min Peyğəmbərin o sayı da orada. Hüquqi statusdur. Hüquqi statusdur. Peyğəmbərlərin varisiyik. Əhl-i beytiyik. Peyğəmbərliyin əhl-i beytiyik. Bax, buna baxanda ki, Əli əleyhissalam Peyğəmbərliyin əhl-i beytidir. Onda demək olar ki, da heç nə. Mən nə bilim, indi bu nə boyda adamdır məsələn. Və ondan sonra da bir dənə o sözün ardıycan bir dənə söz var ki, hamınız da bilirsiniz bunu. Daha sadəcə indi Riçaq müəllimdədir, mən deyirəm. Və mədinur risalə. Və risalətin mədiniyik. Mədindir ya mədəndir. Mədin desək bir mövzudur. Mədən də desək bir mövzudur. Hər ikisinin də yeri var. Mədin desək, yəni hamısı buradan qalxıb. Elədir? Mədən desək, hamısının yeri buradır. Gəlib burada toplaşıb. Yaxşı? Yəni, düzdür, mədin desək, keçmişdəkilər buradan necə qalxıb, onun da iddiasını eləyib, onu da sübut eləyə bilərik. Ki, Həzrəti Adəmə Allah Teala dedi ki, o nurlardır ki, sənin sülbündən gələcək, amma səni onlara xatir yaratmışam. Bu bizim mötəbər əlimizdə olan mənbədir, elə deyirsiniz. Yaxşı, mədin desək, mədən desək, yəni onların hamısı gəlib yığışıb bura, indi biz götürmüşük onu, biz ona sahib olmuşuq. Əli əleyhissalam həmin o nübüvvət əhl-i beytinin başçısı idi. Həmin o risalət mədəninin rəhbəri idi Əli əleyhissalam. Ona görə də
həqiqətən hamımızın haqqımız var, borcumuzdur və elə başqa əlacımız da yoxdur. Deyək ki, məsələn, ay cəmaatın yığışmışsınız bura, biz də oturmuşuq burada. Gəlin elə başa düşdüyümüzü biraz da hədislərdən, ayələrdən danışaq, görək, məsələn, bu şəxsiyyət barəsində nə bilirik. Amma biz Əli əleyhissalamın barəsində duraq, onun həqiqətini tanıtdıraq, biraz çətin məsələdir. Dünən axşam, ondan qabaqçı axşamdır, bir dənə hədis dedik ya, dedi Həzrət Peyğəmbər dedi ki, Meyracda Həzrət Peyğəmbərə Allah Taala dedi ki, bir nəfər gecə namazında yorğunluqdan yuxu tutub səcdədə qalsa, onun mükafatı sənin əhl-i beytin cəmalıdır ki, qiyamətdə mən ona göstərəcəm. Gör, bunların cəmalı nə dərəcədədir ki, bunlar və nə məsələn, şəxsiyyət baxımından. Ondan sonra mən Şəhriyarı bir dənə, 2 dənə şeirim var mən burada sevgimdir. Arada onu deyərəm, amma bu başdan dəfə də sizinlə danışanda o şeiri danışmışıq. Siz Şəhriyarın bilirsiniz də Əli əleyhissalam barəsində və başqa şairlərimizin də elə burada, Allah rəhmət eləsin, Hacı Mahiri, Hacı Arifi və başqalarının da o mövzularda şeirləri çoxdur. Şəhriyarın da bilirsiniz də 2 dənə, 3 dənə məşhur şeiri var. Biri həm o Əliyə-i Humayi rəhmətdir. Biri də ki, o başqa şeirdir. Bir Əbi Əntə və Ummi. O şeiridir. Orada bir dənə yeri var Seyid onun. İndi köməkləşərək tərcümə elərik də onu. Çünki o qədər, mənə o qədər ağır gəlir o şeir. Çaşdırıram, qarışdırıram. Gəlir bir yerdə, ya Əli namutu oradan, nə həmu namlı, nə qəmmu, bir Əbi Əntə və Ummi həmin şeirdir. Gəlir bir yerdə deyir ki, Haqq əgər cilve-i ba vəzhi ətəm kərdi dər insan ki, an nə səhləstü nə asan. Elə, haqq əgər gəlib tam şəkildə insanda özün cilvələndiribsə, təcəllə edibsə, bu ağır işdir, asan işdir. Və həqiqətən də biz deyirik, ya müfəssirlərimiz deyir ki, Allah Teala bütün məxluqatında təcəllisi var və insanda xüsusi bir formada təcəlli edib. Və xüsusi insanlarda xüsusi formada təcəlli eləyib. Məsələn, görürsən, Allahın bir sifəti bir nəfərdə təcəlli. Məsələn, yadınızda olsa bir dəfə danışırdıq, Ayətullah Cavad Amili Səlləməhullah deyir ki, Allahın leysə kəmisli sifəti Peyğəmbərdə tam şəkildə təcəlli eləyib. Yaxşı, indi burada da Şəhriyar onu işarə edir. Haqq gəlir təcəlli eləyib insanda, bu ki, asan da işdir. Nə səhləstün asan, bi xudi haqq. An vəzhiyyətəmmi bi Əbi Əntə və Ummi. O haqqın özünə and olsun ki, o vəzhiyyətəm tam olan vəz o sənsən, səndə təcəlli edib. Bu Şəhriyarın baxışıdır. Mən indi bir dənə tamamilə təcəlli. Tamamilə, tam şəkildə təcəlli edib. Seyid Hacı, təşəkkür edirəm. Allah razı olsun sizdən. Seyid, siz nə deyirsiniz bu tam təcəlli haqqında? Allah, mən də Hacı elə yerlərə toxundu ki, mən ora yerlərə çıxa bilmədim. Mən bu biri tərəfdən istəyirəm, baxım aşağı tərəfdən ki, indi Əli əleyhissalamda Allah Teala tam təcəlli eləyib, məlumdur. Bizim üçün Əli əleyhissalam niyə aktualdır və bir sıra adamlar üçün niyə aktual deyil? Qəşəng. Məsələn, biz danışırıq ki, Əli əleyhissalam araşdırılmalıdır, incələnməlidir. Hansı aspektdən? Onun Kərbəla şəhidləri barəsində deyilir ki, Arifən bi həqqi əza saxlasan, İmam Hüseyin əleyhissalama, Əvvəl Fəzağaya, digərlərinə, o göz yaş adamı cənnətə aparar. Bu qeyd var da hədislərdə. Mən ərəfə Fatimət həqqə mərifəti fəqəd ədrəkə leylətəl qədr. Bəli. İmam Hüseyin ziyarətlərində də var, Arifən bi haqqı. Böyük filosof Şəhid Səhəri yazırdı ki, əgər biz Əli Əsğər əleyhissalama qətli etirilmiş, boğazı oxlanmış bir körpü olduğu üçün ağlasaq, bunun savabı yox deyil, var. Amma mərhəmət duyğusuna görə, yəni bu ağlamaqda Həzrət Əli Əsğər əleyhissalam ilə hər hansı bir körpənin, Xocalıda qətli etirilmiş körpələrin çox da fərqi yoxdur.
O da adam ürəyini parçalayır, bu da adam ürəyi parçalayır. Hətta heç müsəlman olmasın. Bax, belə xarici ölkədə bir bütpərəstin uşağını kimsə oxlasa, körpə uşağı da oxlanır, o da adam ürəyini parçalayır. Məsələ burasındadır ki, Hərmələ, Hulqi Əli Əkbəri, Azərov, Axın deyir ya. biz o zaman Kərbəlanı, İmam Hüseyin Səlamın o hərəkatını əzadarlıq kimi yaşada bilirik ki, biz o şəhadətin məramını, mahiyyətini, niyyəsini, fəlsəfəsini öyrənə bilirik. İmam Hüseyin Səlam üçün də əzadarlıq elədi və s. Görür ki, bir çoxları üçün məsələn Əli ilə Səlam aktual deyil. Niyə? Çünki Əli olmaq, yəni Əli həyatı onun üçün aktual deyil. Yəni həyatın sərf eləmir. Həyatın reallığı ki var ha. Əli ilə Səlam o reallıqla yaşayırdı axı. O da məsələn mən ki komfort həyat dalayacağam, əyləncəli həyat axtarıram, şou həyat axtarıram. İstəmirəm ölümdən danışılsın ki, narahat olum, istəmirəm problemdən danışılsın. İstəyirəm mənə lətifə danışsınlar, mən gülüm, oynayım, şənlənim. Mənim üçün Əli ilə Səlam aktual olmayacaq. Çünki mən həyat yaşamıram, mən belə deyək də, əylənməyə gəlmişəm. Məsələ burasındadır ki, Əli ilə Səlam bizə bunu çatdırmaq istəyirdi ki, əylənənləri də, əylənməyənləri də Əzrail ilə Səlam aparacaq. Yəni, belə deyil ki, əylənən insanları Əzrail ilə Səlam onları əyləndirərək öldürəcək, ciddi insanlara ciddi yanaşacaq. Belə şey yoxdur. Reallıq həyatda eynidir. Əli ilə Səlam bizə bunu aşılamaq istəyirdi və kim bu həyatı yaşamaq istəyir, ona Əli ilə Səlam önəmlidir. Siz ki deyirsiniz, biz onu araşdırmalıyıq. Bəli, hansı aspektdən? O aspektdən ki, Əli əleyhissalamın həyat tərzi bizə maraqlıdır. Mən istəyirəm özüm boyda elə yaşayam. Hacı, ümumiyyətlə Quran-ı Kərim də elədir də. Allah təala buyurur ki, sən o şəxsləri qorxudursan ki, onlar qiyamətə Əsən, bəli. Yəcü liqa'na məsələn bizim. Mən ittəbə'ə zikrə və xəşiyər rəhman. Bugün xatırlayır, qiyaməti xatırlayır Allahdan. Bitundirə mən kana hayyan və hiqqal qavla kafirin. Diriləri qorxuzmaq üçün gəlib bu Quran. Ölülərin, kafirlərin işi zaten bitib. Hacı, bir dənə söz deyim. Mən bir dənə söz əlavə edeyim. Seydin o sözünə uzaqlaşacaq olan. O qədim cəmaat arasında bir dənə söz vardı. Deyirdilər, Maviyənin süfrəsində yiyəsən, əlinin arxasından namaz qılasan. Bəli, bəli. O, məsələn də, o süfrədə yemək istəyir. Burada indi o Seyid deyən bir dəstə namazda qılmaq istəmir axı. Ona görə bəli. Həm də məsələn, onlar elə bilir ki, bu uzaq bir şeydir. Yoxsa axirət, cənnət, bunlar uzaqdır da. Məsələn, nağdı, realı budur ki, indi mən hal-hazırda... Amma bax, Hacının dediyi söz var, o hədis ki, zaman təfsir edəcək. Əli ilə Səlamın da dediklərini adam yaşa dolduqca görürsən ki, gəlir yavaş-yavaş. Yavaş da gəlmir, sürətlə gəlir. Görürsən, gəlir. Bunu deyilmiş. Əli ilə Səlam müxtəlif həyat mənzillərində deyək ki, hər 5 illiyə, hər 10 illiyə bir dənə söz deyib. Gəlib çatırsan 10 illiyə, görürsən ki, oymuş. Ona görə bizə deyilib ki, gündə 50 ayə Quran oxuyun, hədisləri öyrən. Çünki sənin həyatının axarı ilə bu biliklər getsin. Bunlar ədəbiyyat deyil, kimya deyil, fizika deyil. Bunlar həyatdır. Bunlar real həyatdır. Hə, sənin mayakındır bunlar, bələdçindir. Məsələn, Əli ilə Səlamın bu sözü ki var, adam yıxan sözdür, həqiqətən adam qorxudan sözdür. Yəni, mən elə biləm, az adam olar ki, tam zəmanət desin ki, mən elə olaram. Fi təqəllubil əhvali tu'rəfu cəvahirur rical. Hadisələr dəyişəndə kişinin kişiliyi bilinər. Bu söz hadisələr dəyişəndə. Bu nə boyda sözdür? Yəni, mən əslində bu birisi çox dərin psixoloji mənası olan bir sözdür ki, adi halda özüvü mərd hesab edilmək nə var? Adi halda mən yaxşıdım, aşağıdım, mədəniyəm deməyə nə var? Kübaram, alicənabam deməyə nə var? Əsas odur ki, adam o vəziyyətdə, yəni elə halda ki, həqiqətən hadisələr dəyişir və sənin vicdanın bəlkə boşa düşür, sınanır. Onda bilirsən ki,
Allah rəhmət eləsin, kişi düz deyirmiş, yəni belə deyirdi, lor dildə. Yəni İsraili ki, Həzrəti Musa Seyid gətirib o vəziyyətə çıxartmışdı. Quran nə deyir? Həzrəti Musaya dedilər ki, nə oldu? Əvvəl də belə idi. Sən gəlməmişdən də elə belə idi, indi sən gələndən də sonra belə idi. Budur, bunlar gözləyirmiş, görəsən Həzrəti Musa gələndən sonra nə olacaq? Bax, gördü elə həmin pendir. Mənəviyyat aktual deyildi. Həsalə gördü, onu süfrə gözləyirdi. Gördü elə həmin pendirli, həmin çörəkdir. Və Həzrəti Musa gəlib sənin üçün restoran açan deyirdi ki, elə deyir. Bu o da var idi, heç onun da qədrini bilmir. Əgər tam əməl eləsəydilər, o da olacaqdı. O da olacaqdı. Süfrə istəmədilər, ənciləri ilə maidətən münəssəm. Bu ki, bizim hədislərdə deyilir, axır zaman hədislərində İmam Mehdi Cəlallah zuhur eləyəndə insanlar sədəqə verməyə yoxsul tapmayacaqlar. Niyə? Çünki akademik də vicdanlı olacaq, molla da vicdanlı olacaq, ticarətçi də vicdanlı olacaq. Hamı vicdanlı olandan sonra problem niyə olsun ki? Da Allahın xüsusi inayəti bə. Necə məsələn, bizim ola bilər ki, məsələn, biraz o şey gələr də, qəribə gələr. Necə, bərəkət falan. Demir, orucluq bərəkətlidir, filandır, bəs məkandır. İnanmırıq, hamımız ona əqidəmiz yoxdur. O da onun kimi. Vələ o vicdan, mənəviyyat düzələcək, insanlar düzələcək, sivil bir cəmiyyət olacaq. Heç kim acı gözlü yığışılacaq, hamı arxain olacaq, sabah ac qalmayacaq. Bunlar yerində bir də ki, məsələn, tunzilül səmai bərəkatihə, ondan sonra tuzhirul ərzu bərəkatihə, yer bərəkatihə. Ayəsdə və də vələv ənnə əhləl qura amənə və təqəb ləfətəhnə əleyhim bərəkatih minəssəm. Əgər abadlıqda yaşayanda insanlar da, yəni məskunlaşmış insanlar təqvalı olsaydılar, imanlı təqvalı olsaydılar, biz göyün bərəkət qapılarını açardıq üzrə, göylərin bərəkət qapılarını. Seyid, yaxşı siz dediniz ki, yəni aktual deyil də, məsələsində, yəni axirət inancı bu insan kimi, Həzrət Əlinin həyatı nə üçün aktual deyil o cür insanlar üçün? Çünki onlar dar çərçivədə düşünür, ancaq bu dünyanı düşünür, ancaq məsələn, yəni də öz eynəyindən dünyaya baxır, ancaq qarşısını görür, heç nə görmür. Belə mövzuları necə aktuallaşdıra bilərik ki, həqiqətən də başa düşək ki, təkcə bu dünyadan ibarət deyil də insan həyatı. Bizi Allah yaradıb, böyük bir hədəf üçün yaradıb, böyük bir məqsəd üçün yaradıb. Bu səpkidə insan nə iş görməlidir ki, insan başa düşsün, duysun ki, yəni bu belə deyil. Hacı, buyurun. Hər ikinizə ünvanlamışam. İslam əxlaqi elmlərində, İslam psixologiyası elmlərində belə bir şey var ki, insan nə vaxtla başlayır ayılmağa, nə vaxt başlayır yola düşməyə, seyr-i sülük və mənəvi. Deyir ki, yəqzə haləti baş verməlidir. Yəqzə, ərəb dilində xəbərdarlığa deyilir iqaz, agah etmə, yəni anlatma, ayıl. İnsanda ayılma baş verməsə, yola düşməyəcək. Yəni, sən bir karvan yolu təsəvvür elə, orada bir nəfər yatıb. O, oyanmasa yola düşməyəcək ki. Karvan gedəcək, o qalacaq orada. Ayılmağın da iki yolu var. Ya biz ağlımızı aktivləşdirməliyik, bu mühərriki işə salmalıyıq, bu mühərriyi, yəni ağıl mühərriyini işə salmalıyıq. O qabaq Sovet dövründə bəzi traktorlar, qaz 51-ləri Ruska ilə belə bir təhər xoda salırdılar, xoddamırdı. Biz biraz elə olmuşuq da, biz elə belə, yəni təkcə açar açmanla xoddanmırıq. Bizdə gərək bir qurdalayan ola. Ya gərək biz özümüzü o Əli Əleyhisselam Nəsbəğdə buyurur, Peyğəmbərlərin missiyası barəsində buyurur ki, yuthir ləhum dəfainəl uqul, insanların ağıl dəfinələrini canlandırmaq, üzə çıxardmaq üçün gəlib Peyğəmbərlər. Ya biz gərək öz ağıllarımıza hakim kəsilək, nəfsimizə hakim kəsilək, ağılla bir önəmli yer verək, ağılla bir azadlıq verək, ağıl düşünə bilsin. Başa düşək ki, həyat gedir, mən də bekara yaranmamışam, əvəz yaranmamışam. Burada bir səbəb var, hikmət var. Ya da Allah uzaqləsin, Allah özü ayıldacaq. O pisdir. Allah dünyada ayıldanda da, nə axirət, nə öləndə, nə dünyada o ayıltmanın da faydası olmur da, Firavun da ayıldı.
Amma nə oldu? Bir var ki, məsələn, ölüm ayağında insan başa düşür ki, hər kəs başa düşür zaten. Bu biri də çətindir. Bir Dünyada də da ki, ayıldanda özün bu adamın bir yerindən Kənnəhu mə'cazu nəxlin xaviyə. O Peyğəmbərin qoluna bəla gəlmişdi. Quran deyir ki, o külək xurma ağaclarını necə sındırır, gövdəsini salır yerə, insanları külək ilə kəsirdi. O da, yəni, düzdür, axirət zaman ümmətindən birazı bəlalar götürülüb, amma da axirət zaman ümməti gəlib, o keçmiş Peyğəmbərin ümmətindən də neçə qat artıq fəsad eləyəndə, təbiidir ki, o bəla da gələcək, amma o bəla ayırtmağa gəlmirdi, o bəla da yuyub aparmağa gəlir. İnsanlar ondan qabaq. Bu, kifayət qədər insanların haqqı tanımaqdan ötürü düyün əllərində əsaslar var, dəlillər var, mənbələr var, kitab var, təfsir var, Quran var, sosial şəbəkələr var, Seyid bilir də, siz də bilirsiniz. Biz o vaxt oxuyanda nə kitab tapa bilirdik, nə mənbə tapa bilirdik. Mən Quran oxuyanda 6 ay Quran gəzdik. Bir dənə 6 ay Quran gəzdik ki, mən o Quranı 6 ay elə bir balaca surələrdən yazırdı ustadımız, Allah rəhmət eləsin, Seyid Mirəmmağını, verirdi, onu oxuyurdu. 6 aydan sonra bir dənə Quran tapdıq, yarısı əlinə yazılıb yapışdırma idi. İndi elə deyir ki, telefonunda indi bir 50 min cilt kitab gəzdirə bilirsən, neçə dənə təfsir, hələ mən başım çıxmır, elə 3-4 dənə təfsir burada var. Yaxşı. 2 aylıq maaşa bir dənə Quran zorla tapmaq. Bəli, o cürə. 250 manat, 300 manat, bir dənə Camil Müqəddimat kitabı 500 manat idi məsələn, əlinə yazıb biz oxuyurduq. Yaxşı, bunu deməkdə məqsəd budur ki, indi hər şey insanın əlindədir. Amma əsas mövzu budur ki, vaizin ən-nəfsi mövzusu var da, gəlir daxildən insan özü də qəbul eləsin. Nə qədər bu şıltaq olur olsun, nə qədər bu ərköyün olur olsun, bu nə qədər nemət içində olur olsun, heç olmasa gündə 10 dəqiqə bu o şeyin antenasını başqa yerə bağlamalıdır. Açana qədər. Bilirsiniz necədir? Ola bilər kimsə deyir, bizə deyən yoxdur, bizə müalicə eləyən yoxdur, bizə yol göstərən yoxdur. Axı gərək sən özün də bir yol göstərmək istəyəsən. Özün də bir ailəsən bu. Açana qədər eləsən, harada dıngıltı səs gəldi, başladın oynamağa. Quran səsi gəlir, qulaq asmırsan. Fatihə verilir, həmd surə oxumursan. Dəfində qeybət eləyirsən, təlqeyində qeybət eləyirsən, orada gülürsən, burada gülürsən. Bir dənə musiqi görən kimi dayanıb oraya saat yarım qulaq asırsan, amma bu boyda Allah'ın üzrə. Görürəm mən burada, bəzən bu YouTube'da hətta şeydir, məsələn, bu əyləncə şeylərinə heç kim heç nə yazmayın. Milyonlarla baxış var. Amma bir dənə ayə verib, orada yazıb ki, Allaha xatir buna baxmamış keçmir. Mən bir dəstək edirəm, Allah Hadşahını rəhmət eləsin. Deyirdi, kimsə desə ki, Ceguaranı sevirəm, heç bir etiraz yoxdur. Kimsə desə ki, məsələn, Fidel Castro'nu sevirəm, heç elə ki, Hüseyni sevirəm deyəndə, yüzlərlə hücum başlayır. Sən bir ərəbi niyə sevirsən? Amma Fidel Castro elə bizim xala oğlumuz var. Mən bir dənə də bir metod mənim ağlıma gəlir ki, insanı düşündürən ən yaxşı vasitələrdən biri məhz o alimlərin, imamların, peyğəmbərlərin və yaxşı insanların həyat tərzini, onların əhvalatını danışmaqdır ki, o da insana yaxşı təsir bağışlayır. Qulaq aslan olsa, qulaq assalar. Çünki, məsələn, onlar Allaha öz əməlləri ilə, öz həyatları ilə Allahın varlığına şəhadət veriblər. Sən o Şəhidəllah ayəsi var, Ali-İmran surəsinin 18-ci ayəsidir. Şəhidəllahu ənəhu la ilahə illahu vəl-mələikətu və ulul ilmi qaimən bil-qist. Allah özü şəhadət verir ki, ondan başqa məbud yoxdur. Mələklər də şəhadət verir. Amma elm əhli isə ədaləti bərpa etməklə şəhadət verir. Yəni, elm əhlinin dildə şəhadət verməsi yox. Yarımçıqdır. Dildə yox. Amma bir elm adamının, bir alimin ədaləti bərpa etməsi, bir özü boyda ədalətli olması, vicdanla hərəkət etməsi, həqiqətən də insanların haqqını qoruması, bu nəyi göstərir? Onu göstərir ki, Allah var, mən Allahdan qorxuram, qiyamət var, haqq hesab var, ədalət var. Elm adamı arxasında nə dayanır? Elm adamı dediniz, yadıma bir şey düşdü. Bu əxlaqda nurani hicablar bölməsi var. İnsanın elmi hicab olur.
İnsan öz demək istəyirəm ki, o istisnadır, onu demirəm. və ədalətə gətirirəm onu. Yəni insan elmi hicab olur ki, məsələn, o mən dərin mənada demirəm. Mən bilirəmsə, bunlar mənə aid deyil. O ayrı. O da bir hicabdır da. Onu demirəm. Hədisdə deyir ki, namazda İmam Hüseyin əleyhissalam demir, qəyyəbət nə'ənni cilbabı din. Bəli. Sizdən ayırdı. Sizin din köynəyiz, ibadətləriniz Hələ bu mənfilərə keçməyək. Yəni bu müsbət mənada bu elm adamı, məsələn bir alim, məsələn Həzrəti Əmirül-Müminin. Bütün imkanat onun əlində. Hər bir şey. Elə bir kürsüdədir ki, ordusu var, hər şey. Böyük bir imperiya rəhbəridir. Amma bu şəxsiyyət Allah qorxusundan heç kəs haqsızlıq etmir. Bu şəxsiyyət elə yaşayır ki, dünyanın ən kasıb, yəni məmləkətində ən kasıb. Mən ona işarə eləmək istəyirdim. Ona görə ki, həmin Əli əleyhissalam tələbəsi Salmana deyir ki, mənə moizə elə. Mənə tənqid elə. Mənə məzəmmət elə. Deməli, bu şəxsiyyətlərin həyatını öyrənmək əslində həm də oyanmaq, bayaq dediniz, ayılmaq. Həm də insana ayıldır. Yəni biz ona görə həm də Həzrət Əlini öyrənməliyik, danışmalıyıq ki, bu bizim həyatımıza, bizim mənəviyyatımıza, bizim qəlbimizə çox müsbət bir təsiri var. Zikr əliyin ibadətin, əlini zikr eləmin ibadətdir. O özü də bir, yəni insan özü ilə danışsa onun barəsində, əgər boğazından danışmasa düşmən. O zikri müzakirə kimi götürək də. Əlini müzakirə eləmək. Hətta əgər əlini müzakirə eləyə, adam özü də amma daxilində düşmənçiliyi boğuzu olmaya da. Bir də onda görəcək ki, o ibadət onu düzəldir. Yəni bir şərait verir, bir ipucu verməlidir də, o külək buna dəysin. Adam bağlayıb qapını, pəncərəni, pərdələri də çəkib, içəridə istidən boğulur. Deyir, məsələn də, mənə bitər bir hava verin mənə. Aç pəncərəni, qoy hava gəlsin də. Sən bütün şeytanla ətrafı bükmüsən, nəfsin o çirkin istəkləri ilə bükmüsən, özünü bütün, necə deyim, pisliklərə qurban vermirsən. Necə oldu sən bu 50 ildir yaşayırsan, bir dənə yaxşı sənin nəzərində önəmli olmadı. Bu qədər gözəllikdən birini sən seçmədin. Getdin, çirkinliyi seçdin. Seyid, Əmirül-Müminin əleyhissalam həyatına baxanda görürük ki, onu tanıyan dostları heç vaxt buna arxa çevirmədilər. Heç vaxt. Hətta ölümünə razı oldular. Neçə nəfər idilər? 8-də 18 idi. Çoxdur hacı. Onların adı Məhəmməd Təqi Cəfəri, onların adlarını bir-bir gətirir. Özü də çoxdular. Ki, bu şəxsiyyətlər ölümünə razı oldular, amma Həzrət Əlidən dönmədilər. Onlar nə görmüşlər Həzrət Əlidən? Nəyinə vurulmuşlar? Mən sizə bir söz deyim. Tarixdə oxuyuruq ki, Həzrət Abbas əleyhissalam getdi, daxil oldu Fərata, suyu götürdü ovucuna, içmədi. Bir İslamçılıq məntiqi ilə gərək içəydi. İç ki, İmam Hüseyni yaxşı müdafiə eləyəsən. Elə deyil. Da o birilərin əlində su yoxdur. Sən biraz sudan iç, pörşələnən ciyərə bir sərinlik gəlsin, daha yaxşı döyüşəsən. O suyu xeyməyə daha yaxşı çatdırasın. Niyə içmir? Biz bunu başa düşsək, İslam qanuna əməl eləməyi ən müqəddəs mövqedə saxlayır. Mərhum Məhəmməd Təqi Cəfəri Nəsrənin şərhində çox toxunur məsələyə ki, Əli əleyhissalamın qanun mehvərliyi ağla sığmazdı. Dünya fəlsəfəsində Sokrat belə tanınır, qanunu əməl eləmək üçün elə zəhəri də içdi ki, qanun yerini tapsın. Əli əleyhissalam hər gün zəhər içirdi. Yəni deyir, bir qarışqanın ağzındakı mən o çərdəyi, arpanın qabığını almaram, dünyanı da versələr. Məntiq nə deyir? Ya Əmirəl-Möminin, sən onu al, dünyana, sən milyard verirsən o qarışıqya. Bir dənə villa tikonsun məsələn. Amma Həzrət Əleyhisselam orada bir neçə şey güdür, biz biləni, özü nə bilir? Bir, kəlimətullah yəl-uliya. Allahın sözü batsa, qoy dünya batsın.
Allahın sözü batmasın. 2. Allah deyib eləmə. İkinci məsələ. Adət olacaq bu iş. Bəli. Mən ki əliyəm, örnəyəm, artıq bir qayda qoymuş olacam ki, tabuları sındırmaq olar. Qanunlardan keçmək olar. Eynilə Əbəlfəz əleyhissalam məsələsi. Əbəlfəz əleyhissalam o qədər Hüseyn əleyhissalama eşqin qanunu ilə yaşayır ki, onda alınmır o suyu içmək. Və bunda Həzrət Abbas əleyhissalamın kəsilən qollarına ağlamaq lazımdır. Amma əsl daxili ağlamaq və bunu ağlamaq. İnsan nə vaxt bunu ağlaya bilər? Özü az da olsa elə olsa. Özü ilə Əbəlfəz arasında uyğunluq görsə, özü ilə Əli arasında uyğunluq görsə, özü ilə Hüseyn arasında əleyhissalatu vesselam uyğunluq görsə, o zaman onun ağlamağı olacaq mərifət ağlamağı. O zaman o bilirsiniz nə olacaq? Quran-ı Kərimdə niyə deyir ki, bəziləri Quranı eşidəndə titriyirlər? Niyə titriyirlər? Rəhmət deyilmi? Rəhmət deyə o öz getdiyi yolda uyğunluq görür o ayələrlə. Görür ki, məni deyir. Mənim həyat yolumdan danışır. Mənə işıq tutur. Mənə bələdçilik eləyir. Məsələn, o acı deyən məsələ ki, Firondan qabaqda, Musa əleyhissalam gələndən sonra da yenə əziyyət çəkirik. Biri ona əziyyət kimi baxır. Amma başqa ayədə deyir ki, mazadahum illə imanən. Yəni, təzyiq çoxaldıqca bunun imanı çoxalır. Niyə? Çünki görür ki, Allah nə demişdi, onu eləyir. Demişdi çoxalacaq, çoxalır. Demişdi sona az qalmış, mən kömək eləyəcəm. O da sonu gözləyir. O qədər Allah'ı sevir ki, gözləyir ki, o son nə vaxt gələr. Və o son var ha, ki Allah orada müdaxilə eləyəcək. O rəhmət əllərini, o cilvəni görəcəm, təcəllanı görəcəm. Onun üçün hər şeyin qurban verməyə hazırdır ki, təcəllanı görsün. Gözəl. Hacı, Həzrət Əlinin vaxtımız tamamdır, vaxt var. 5 dəqiqə dahi. Hacı, Həzrət Əlinin bir dostu vardı. Hücr ibn Ədi. Allah rəhmət eləsin. O öz övladı və qardaşları ilə birgə tutulur. Həzrət Əlidən sonra Muaviyyə tərəfindən, əsgər məmurları tərəfindən aparılır və ona nə qədər təkliflər olunur ki, bəs sən Əlidən dön, sən azadsan, yaşa bundan sonra. Özü dön də, yəni bir kəlmə ilə dönür də, mövzu kəlmə ilə dönür. Durub gedib Əlini öldürür, Əli əleyhissalam şəhid olmuşdu da, səhv eləmirəm. Yəni dön bir kəlmə dönə, mən Əlini istəmirəm. Tabii. İşitmək istəyirəm, siz o əhvalatı işitmək istəyirəm sizə. Hə, yox, mən dedim bəlkə də siz özünüz qəşəng danışırdınız. Yox, hacı, yox, mən siz... Yəni o bir Hələ Hücr ibn Ədi idi, Kumeyl ibn Ziyad idi. Məsələn, Kumeyl ibn Ziyadın Həccac ibn Yusuf məlun lənətullah əleyh. Düz dedim də adın Həccac ibn Yusuf. Hərçənd onların adının düzü səhv elə o qədər önəmlidir. Təqribən neçə min, 80 mində yazırlar. 20 min ki 100%'dir. Mən yadımda deyir 20 illik o işlədiyi dövrdə 80 min adam öldürmüşdü ya 20 minlikdə elə 20 min adam öldürmüşdü. Özdə zindana salırdı, Əli dostların kül verirdi onların yeməyinə, kül qatırdı ki, rəyləri qaralırdı günün altında, heç tanınmaz olurdu. Məsələn, durub evlərinə də getsəydilər, tanımayacaqlar onlara bu vəziyyətdə. Özdə qadın kişi əksərən zindanda belə açıq, paltar yadı yox da belə bu cürə. O xüsusi bir onun şeyi var idi, Həzrət Əli və onun dostlarına qarşı. Buğuzu vardı, kini var idi ürəyində. Yəni o insan kini demək olmazdı ona. Sən Kumeylin başın, indi o Hücr də elə onun kimi də dönmədi məsələn. Kumeylin də başın kəsir, özdə mərhələ ilə kəstirir başını. Biraz kəsir, deyir, dönəlikdən. Yəni, sonra dönmür, biraz da kəsir, dönəlikdən, dönmür. Ondan sonra deyir, hələ ki yeri var. Yəni, sağaltmaq olar, müalicə eləmək olmaz. Olar, müalicəsi mümkündür. Kumeyl də deyir ki, yəni, bu başın kəsilməsi ilə, Əli ilə düşmən olmaq, ya Əlidən belə bizarlıq imtina etmək,
Axı müqayisə olması məsələdir. Bir tərəziyə girəsi məsələdir. Mən Əli dostluğunu itirim. Mən Əlidən əl çəkim. Mən Əlidən imtina eləyim. Nə olsun? Bu başım bədənimlə qalsın. Axı bu başla bu bədənin ayrı-ayrılıqdır və yaxud ikisi bir-birinin yanında nə qədəsi olsa Əli məhəbbətinin dəyərinə gəlib çata bilər. Onunla müqayisə olunar. Heç nə qədəri. Heç nə qədəri. O axıra qədər də kəsirlər başın. Dövlə ya Əli deyə yetişir də şəhadətə elə. Becri də onun kimi, ondan sonra tək onlar deyir də, məsələn, çox adam, İmam çox. Baqir əleyhissalamın ya İmam Həsən əleyhissalamın, Səccad əleyhissalamın nəvələrindən idi biri. Səhv eləmirəmsə, ya Bəni Abbasilərin əvvəli idi, ya Bəni Üməyyənin axırı idi. O təhlükəli adam olduğuna görə onu tutub o yaşadıqları evində, o idarənin altında, zindanda saxlayırlar ki, oğurlamasınlar, aparmasınlar. Bunlar o qədər çirkinləşmişdi, o qədər alçaqlaşmışdı. İndi salmışsan zindana qalıb orada da. Onlar ona hər gün çörək yeyəndə 3 dəfə çıxartdırırdılar. Yəni, mötəbər mənbədə mən görmüşəm onu. Özdə o kitabı mənə verəndə ustadlardan biri tapşırdı ki, bu kitabı oxu hökman. Təzmin elədi, içindəkilər də hamısı dəqiqdir. Onu həsrə bükürdülər, palaza bükürdülər, gətirib süfrənin yanında uzadırdılar, üstündə oturub çörək yeyirdilər. Yeyib qutarıb duranda yenə aparıb atırdılar. Axırda bir dəfə də elə orada üstündə oturduqları yerdə o şəhid oldu orada. Mövzu nə idi? Mövzu deyir ki, sən təbriq elə də, Həzrət Əlidən təbriq elə. Amma imtina elə, bəli. Həzrəti Peyğəmbər dedi ki, la yuhibbukə illa müminun və la yubğizukə illa münafiqun. Ya Əli, səni ancaq mömin sevəcək, səndən ancaq münafiq düşmənçilik eləyəcək. Ancaq münafiq düşmənçilik. Bayaq əvvəldə danışanda mənim yadımda idi. Orada tanımaq, Əli əleyhissalamı tanımağının çətinliyi barəsində elə bir də Həzrəti Rəsulullahın bir sözü var, deyir, ya Əli, məni Allahdan və səndən başqa heç kim necə lazımdır tanımır və tanımayacaq da. Səni də mənlə və Allahdan başqa heç kim o həqqə mərifəti tanıya bilməyəcək. Ona görə budur. Çox gözəl Hacı, təşəkkür edirik. Həqiqətən də Seyid, Allah razı olsun. Çox gözəl mövzulara toxundunuz. Minnətdaram. İnşallah Allah Teala bizi Həzrəti Əlidən ayırmasın. Amin, amin. Allah Teala bizim aqibətimizi xeyirli etsin. Amin. Allah Teala hamımıza inşallah, bütün xalqımıza səadət və hidayət nəsib eləsin inşallah. Allah cəmi şəhidlərimizi qərq rəhmət eləsin. Allah'a emanet olun.